Eşq olsun, bəli, şah dostlarımla Şah İnstrumental Ansamblının gözəl müşayiəti ilə mən Mikayıl Güləddinoğlu bugün biraz fərqli geyimdə sizləri salamlayıram, mən Mikayıl Güləddinoğlu. Bugün belə deyək, tıxaca görə Suldu Zimalının yanına yetişə bilmədim həqiqətən və odur ki, uşaqlar da, dostlar da dedilər ki, Caka özü dedi ki, bəlkə bugün belə çıxasan, çünki gündəlik olaraq belə deyək, çoxları məni elə bu formada görürlər. Dedim, bir dəfə də təşəkkürlər. Cakı söyləyir ki, indi səsi gəlmir, mikrofonu yoxdur. Deyir ki, nə geyinsə sənə yaraşır. Əslində, Suldu Zimallı olmasa, saçım belə olur. Belə, bəli. Sulduz olmayanda belə olur saçım. Belə də pis deyil, ha. Belə də pis deyil. Hə, amma belə deyək də, dedim, bugün başqa bir formada salamlayayım tamaşaçılarımız. Hər şey yaxşıdır, hər şey gözəldir. Cakı başda olmaq şərti ilə Fərahim, Tural Göyçaylı buradadır, Talihimiz buradadır, Maqa buradadır, Rəhim yenə bizlərlə bərabərdir, dəyərli kollektivimiz buradadır və belə deyək, ortalıqda çaylar gələcək, Kamranı salamlayıram və eləcə də çayları deydim, ortalığı dedim ki, çaylar gələcək və eyni zamanda və kameraman dostlarımız bizlərlə bərabərdirlər. Turan buradadır, Nəcəf buradadır, eyni zamanda Orxanımız burada. Yəni, kollektivin hər biri buradadılar. Nəbini salamlayıram rejissorumuzu. Eyni zamanda İlhama xanım çayları az sonra gətirəcək. Bizim Kənanımız, səs rejissorumuz buradadır. Qonaqlarımız da hər biri buradadılar. Nəhayət o gəlib. Bugün başqa bir formada. Sən də mənimlə deyəsən eyni formadasan. Sən də mənimlə eyni formadasan. Odur ki, elə ilk olaraq qarşılayaq. Deyir, adam adamı yaxından tanımayanda bir balaca ona müəmma qalır. Amma o da mənim kimi çaya meyilli olduğu kimi bir çay süfrəsində bir gün əyləşib daha yaxından... Cakı, bilirsən necə çaya meyillidir? Həqiqətən deyirəm. Yəni, bizim kimi deyil. Mən anonsu yazanda da bu cür, belə deyək, təqdimatla yazdım ki, Paşa səsləndirir, amma mən yazıram anonsları ki, dedim, mahnısı həqiqətən, mən hara gedirəmsə, bu son günlərdə, istənilən yolda da, izdə də, tükanda da, digər qonaq getdiyim yerdə də onun mahnıları səslənir, həqiqətən. Və sonuncu dəfə səsləndirdiyi, təqdim etdiyi mahnısı ümumiyyətlə geniş büsət aldı. İndi neçə milyoncu özü söyləyəcək. Seymuru salamlayaq. Xoş gəlib Seymur Məmmədov. Səfa gətirib, gəl, gəl, gəl. Seymur, xoş gəldin. Xoş gördük, salamlayıram sizləri, tamaşaçıları, gözəl insanları. Siz olmasanız, yəni biz oxuya bilmərik də bu. Eşq olsun. Nətərsinə var? Hər şey əladır, yaxşıdır. Sən adətən belə deyək də, səhər efirlərinə çox nadir hallarda çıxırsan. Çünki gecə gec... Gözüm başımdan da indi yəqin. Yox, indi yox, indi sezilmir. İndi sezilmir və amma bu günləri belə deyək, əvvəl saat 12-də idi, indi saat 1-ə ötürmüşük ki, efirimizi. Yavaş-yavaş uzatdı. Yavaş-yavaş. 6-ya 7-yə kimi. Yox da 6-ya 7-yə qədər yox, amma bu saatlar normaldır. Hər şey yaxşıdır, elədirmi? Çox şükür Allaha. O mahnın ki var, nə qədər belə deyək də dinlənməsi oldu? Çox qısa müddətdə oldu. 2 həftəyə 2 milyon yarımdır, səhv eləmirəm. Böyük göstəricidir. Cəmi 2 həftəyə. Çox böyük göstəricidir və əsas da göstərici bu trend ilə falan. Vallahi bayaq yolda gəlirəm, bağışda sözünüzü kəsirəm. Dostum var, yığıbdır, deyir, hələ neçədəsən trend. Deyirəm ki, bəs 2-dəyəm hələ. Birinci yerdəydim, Damla xanım keçdi birinci yerə. Deyir ki, bəs sən Allah pul vurmusan, deyirəm, and olsun Allaha, bir qəpikdə vurmamışam. Bilsəydim, mahnı belə partlayardı, yəni uğurlu olar. Gərək pul vurardım ki, elə qoy trend birdə də qalardı. Yox, elə əsas odur ki, təbii olandı. Hə, vallahi. Təbii olandı. Mən əbəs yerə söyləmədim ki, yolda da, izdə də, əgər bu mahnını eşidiriksə, səslənirsə, demək ki, bu nəticə əldə eləmişsən, uğurlu nəticə əldə eləmişsən, uğurların bol olsun, sən yaxşı oğulsan və bizim səmimi münasibətimiz də var. Odur ki, mən bu səmiyyətdən doğaraq bu sözləri. Bəli, bəli, eynən, eynən. Və belə deyək, bir qonağımız da var ki, o gələndə arzular için olur. Bilmirəm, Arzu məni belə səhnədə görməyib. Bəli. Bismillah nə idi? Qorxuncam. Eləmi?
Hə, bu özdə telefonla danışa gəlir, Ağdamdan danışır. Qarabağımızın göz bəbəyi Ağdamdan belə deyək, kommunikasiya vasitəsilə əlaqə qurub. Xoş gəlib, səfa gətirib, mən onu çox istəyirəm, öz mahnısı ilə gəlsin. Arzu Qarabağlı, buyursun. Mənə aid olandır öz əlimdir. O mənim nəfəsimdir, ürəyimdir. Məni hər gecə gündüz düşünəndir. Qansın adı gizli ürəyimdə. Mənə aid olandır öz əlimdir. Məni sonsuz sevən bir nəfərim var. Həyatımdan da çox, canımdan da çox. Məni sonsuz sevən bir nəfərim var. Həyatımdan da çox, özümdən də çox. Üzümü güldürən, sevib sevildirən, dəli kimi qısqanan bir ürəyim var. Üzümü güldürən, sevib sevindirən, dəli kimi qısqanan bir nəfərim var. O mənim nəfəsimdir, ürəyimdir. Məni hər gecə gündüz düşünəndir. Qansın adı gizli ürəyimdə. Mənə aid olandır öz əlimdir. O mənim nəfəsimdir, ürəyimdir. Məni hər gecə gündüz düşünəndir. Qansın adı gizli ürəyimdə. Mənə aid olandır öz əlimdir. Ona dünya qədər məhəbbətim var. O mənim ömrümə sevgi qatan yar. Ona dünya qədər məhəbbətim var. O mənim ömrümə sevgi qatan yar. Üzümü güldürən, sevib sevildirən, dəli kimi qısqanan bir ürəyim var. Üzümü güldürən, sevib sevindirən, dəli kimi qısqanan bir nəfərim var. O mənim nəfəsimdir, ürəyimdir. Məni hər gecə gündüz düşünəndir. Qansın adı gizli ürəyimdə. Mənə aid olandır öz əlimdir. O mənim nəfəsimdir, ürəyimdir. Məni hər gecə gündüz düşünəndir. Qansın adı gizli ürəyimdə. Mənə aid olandır öz əlimdir. Mənə aid olandır öz əlimdir. Üzümü güldürən, sevib sevindirən, dəli kimi qısqanan bir nəfərim var. O mənim nəfəsimdir, ürəyimdir. Məni hər gecə gündüz düşünəndir. Qansın adı gizli ürəyimdə. Mənə aid olandır öz əlimdir. O mənim nəfəsimdir, ürəyimdir. Məni hər gecə gündüz düşünəndir. Qansın adı gizli ürəyimdə. Mənə aid olandır öz əlimdir. O mənim nəfəsimdir, ürəyimdir. Məni hər gecə gündüz düşünəndir. Qansın adı gizli ürəyimdə. Mənə aid olandır öz əlimdir. O mənim nəfəsimdir, ürəyimdir. Məni hər gecə gündüz düşünəndir. Qansın adı gizli ürəyimdə. Mənə aid olandır öz əlimdir. Əla, Arzu Qarabağlı, gəl. Bu gözəl ab-havadır, əyləş, əyləş. Sən ora, mən ora. Eləmi? Mənim yer dəyişmə eləmə də burada. Yer dəyişmə qanunu. Əyləş Arzu. Sənin də yaxın mikrofonun yoxdur deyəsən. Divanlarını dəyişmirsən? Divanları dəyişmişəm, bəli. Döşəkçəsi yoxdur. Döşəkçəsi bilmirəm, uşaqlar döşəkçəsi hardadır, gətirsinlər. Gətirəcəklər, xoş gəldin. Xoş, bu nə ab-havadır. Bu nə gözəl. Sən Allah, bu nədir belə? Valla. Bu nə məsələdir, yəni bu nə məsələdir? Məsələ odur ki, əslində bilirsən də, yəni. Mən hamısını bilirəm. Hamısını bilirsən. Əslində mən hər şeyi bilirəm, heç çox danışmadığıma baxma. Bugün tıxaca görə
bir saat 30 dəqiqə çəkir də mənim saçımın düzəlməyi. Həqiqətən deyirəm də, yəni saçım buruq-buruq belədir də, ona görə də. Vallahi belə də yaxşıdır. Belə də yaxşıdır. Hə, indi nə bilim, indi istədim belə. İkinci reklam arası. Papaq, dəyişiklik olsun. Ya gödəkçə gedəcək. Yavaş-yavaş. Çox dərinə get. Xoş gəlmişsiniz hər biriniz. Arzu, hər şey yaxşıdır. Gözəldir. Çox-çox yaxşıdır. Çox-çox yaxşıdır. Zaten biz demək olar ki, gün aşırı da olsa belə telefon danışığımız olur. Allah bizə ömür versin, sağlam can versin ki, elə biz tez-tez danışa bilməsək də, amma bir-birimizdən halı tutmağı bacaraq. Salamlayıram tamaşaçıları. Çox gözəl bir ayda yaşayırıq. Bayramlara qarışır. Çox qəşəng, özəl bir aydı doğrudan da. Orucdan bacı qardaşlarımızın orucunu Allah qəbul eləsin, dualarını Allah qəbul eləsin və yaz gəlir elimizə, obamıza, yurdumuza, çox gözəldir. Yəni bunun da bir tərəfi, çox özəlliyi var. Qoy gələn bu bahar, bu yaz ömrümüzə istiliklə gəlsin, sevgi ilə gəlsin. Mən ümidvaram ki, belə də olacaq inşallah. İnşallah. Dəyərli musiqiçilərimizi salamlayıram. Biri-birindən dəyərli mənim əziz qardaşlarım, musiqiçilərimiz var olasınız deyirəm. Operatorlarımız, Elvini salamlayıram, hamını salamlayıram. Bugün əhvalım çox yaxşıdır, istəyirəm ki, dəyişməsin. Hər şey yaxşı olacaq. Və odur ki, tamaşaçılarımız ekranda yaxın əyləşsinlər. Arzu Qarabağlının gözəl bir ifası ilə başladıq və bir mahnının uğuru ondadır ki, bir şeyi söyləyeyim ki, o mahnını uşaqlar zümzümə eləyir. Və hələ ki, saata baxıram, məktəbə getməyib. Odur ki, Allah bütün balaları saxlasın. Qaqaşdan da yaxın əyləş, çünki Seymuru səbirsizliklə gözləyirdi. Seymurun o mahnısını, özdə Nəsimi də zümzümə eləyir o mahnısını. Odur ki, reklamlardan dərhal sonra Seymur əminin elə o mahnısı ilə başlanğıc edəcəyik reklamlar. Gedən bir daha gəlmir, gəlib dərdini silmir, yalan sözdü düzəlmir zamandan. Qapında yığışırlar, nə işdir soruşurlar, inanma danışırlar yalandan. Tarım yoxdur, simim var, həyat boyda qəmim var, mənim başqa kimim var ki, çıxıb sən də gedirsən. Tarım yoxdur, simim var, həyat boyda qəmim var, mənim başqa kimim var ki, çıxıb sən də gedirsən. Sənsə sözüm yox, külüm qaldı közüm yox, mənim səndə gözüm yox, canım var. Asıldıqca telində, ölür sevgi dilində, bilirdim ki əlində sonum var. Tarım yoxdur, simim var, həyat boyda qəmim var, mənim başqa kimim var ki, çıxıb sən də gedirsən. Tarım yoxdur, simim var, həyat boyda qəmim var, mənim başqa kimim var ki, çıxıb sən də gedirsən. Kimim var ki, çıxıb
çıxıb sən də gedirsən. Tarım yoxdur, simim var, həyat boyda qəmim var. Mənim başqa kimim var ki, çıxıb sən də gedirsən. Tarım yoxdur, simim var, həyat boyda qəmim var. Mənim başqa kimim var ki, çıxıb sən də gedirsən. Mənim başqa kimim var ki, çıxıb sən də gedirsən. Əla! Seymur'dan gözəl bir ifa, son günlərin çox dəvdə olan bir manısı. Avazına qüvvət Seymur. Çox gözəl alınıb və sözlər də orada o qədər gözəldir ki, tarım var. Nə olsun, amma simi yoxdur da. O səsi çıxara bilmirəm axı, haykırtımı verə bilmirəm axı. Bu mahnının ərsəyə gəlməsində Bayram Bağırsoya, musiqi Bayram Bağırsoya. Bayramımdır, salamlayıram Bayram dostumuzu. Salamlayırıq buradan. Sözləri Cəzahirindir. Belə. Təbinə Yəni, qüvvət. bu mahnı ərsəyə gələndə musiqi birinci var idi. Bayram özü üçün bunu rəqs kimi şey eləmişdi. Özü üçün ifa eləmişdi. Elə gəldim, qulaq astım, dedim, nə qəşəkdir Bayram, bu elə mənimdir. Dedi, qurbandır səhv. Bu arada da Bayramın oğlunun kirvəsiyəm mən, balaca oğlunun. Eləmi? Allah var eləsin. Və belə deyək, Bayram da şəxsi münasibətlərim var Bayramın özü ilə də. Və sən də bu mahnının haqqını vermirsən, həm melodiyasının haqqını vermirsən, həm də Valla sözlərini. bu mahnı yazılanda tarım yoxdur, simim var. İlk Cəzair bu şeyi yazdı ki, bir yerdə oturmuşduq. Dedim ki, sən Allah, bu nədir? Tarım yoxdur, simim var. Dedi, yo, dəymə, bu qəşəy alınacaqdır. 2 dəqiqə keçdi, qayıtdı ki, həyat boyda qəmim var, mənim başqa kimim var ki, çıxıb sən də gedirsən. Dedim, ki, zaten sən gedəndən sonra onsuz da boşluq olacaq. Səndən öncə də kimsə yox idi, amma sən gəldi. Bir şeir yadıma düşdü, deyir ki, kimsəsiz deyildim səni tapınca, bəs niyə itirib kimsəsiz oldum? Gözəl sətirlərdir, həqiqətən deyirəm. Odur ki, sən də bu mahnının haqqını vermirsən. Gedənlər gedir, amma adam var piyada gedir, adam da var ki, avtomobili ilə, yəni də bildiyimiz maşınla gedir. Biz avtomobillə gedəndə də həmişə avtomobilin mühərrikin fikirləşirik. Mühərrikin fikirləşəndə də hər zaman o mühərrikə əlavə olunan brend mühərrik yağların fikirləşirik. Mən hər zaman dəyərli sponsorlarımızda, istər Yovşan Klinikası haqqında, istər Digital Home haqqında, istərsə də 047 səndən söhbət gedir. Avtoservizdən danışanda Gül Əhməd dostumuzu adı xüsusi vurğulayıram. Bugün sponsordan sadəcə danışmayacağım. Eləcə də sponsor nümayəndələrindən və rəhbəri buradadır 047. Avtomobilin var sənin də. İstifadə edirsən təbii ki, mühərrik yağlarından. Amma bugündən sonra bir çox sənət nümayəndələri, burada Elşad Qarayevi salamlayıram. Belə bir çoxları var ki, hər biri 047-də özü də sənət nümayəndələri ora gedir. Çayı, qəhvəsi qabağında Arzu. Gül Əhməd bu cür xidmətdədir ya. Özü də təmənnasız ha. Bir də Zemfira İbrahimova salamlayıram. Axırınızda Zemfira İbrahimova yanındaydı və həqiqətən deyirəm, Gül Əhmədin ürəyindən yoxdur və sənət nümayəndələrinə xüsusi qayğı göstərir. Və bugün də Gül Əhməd dostumuz bizlərlə bərabərdir. Gəl Gül Əhməd, gəl, çünki Novruz bayramına özəl endirimləri var. Hoş gəldin. Gül Əhməd, xoş gəlmisən. Hər şey yaxşıdır, hər şey gözəldir. Və mən əbəs yerə söyləmədim ki, sənət nümayəndələrinə xüsusi qayğı var. Və eyni zamanda da 047 avtoservizdə bugün Novruz bayramına özəl endirimlər var. Hansı endirimlərdir? Yağı alırsınız, yağ filtri, hava filtri, yanacaq filtri hədiyyə. Yanacaq filtri hədiyyə. Hava filtri hədiyyə. Hava filtri hədiyyə. Yağ filtri də hədiyyə. Və bu ayın sonuna qədər davam edir. Bəli, hələ üstəlik motorun yuyulması da hədiyyə. Hə, o da hədiyyədir. Aha, yox, bir şey yox, bir şey deyim. Hərdən mən fikirləşirəm ki, deyirəm Gül Əhməd. İndi ötən dəfə Zemfira xanım buradan salamlayıram. Gəldi, bir də görürəm ki, deyir ki, təkərləri hədiyyə verirəm. Dedim, qardaş, bir yağ dəyişib, sonra təkər hədiyyə verirsənsə, burada sənin qazancın nədir? Qazancı da odur ki, hörməti var. Mən buradan səni, əzizlərini salamlayıram. Və xüsusi bugün Gülbacı nənəni salamlayıram. Çünki Gülbacı nənə bizə baxır. Gülbacı nənə, öpürəm səni, bağrıma basıram. Çünki bugün sənin doğum günündür. Bu münasibətlə evladlarının adından, nəvənd Gül Əhmədin adından, nəvələrinin adından
təbrik eləyirəm. Allah sənə uzun ömür, can sağlığı versin. Qonaqlarımızın adına da təbriklərə qoşuluruq. Bəli, buradan da Neftçalaya qucaq dolusu salamlar. Balıqdakı maşallah. Onu yadımdan çıxdı. Deməli, bir şey deyim, Arzu əzim. Gedirsən yanında, bir də görürsən ki, avtomobilinə xüsusi balıqlar gəldi. Ay qardaş, biz sadəcə gəlmişik mühərrikin yağını dəyişməyə. Balığını da verir, yeyib içmək də verir, üstəlik hədiyyə də verir, vəssalam. Da bundan artıq nə olmalıdır ki? Eşq olsun deyirəm. Təşəkkürlər, var ol. Gəlirsən? Aha, gəlib. Oruç tuturam. Elə mi? Oxu orada. Bu sevgi dert keder yığdı ömrüme. Bu sevgi dert keder yığdı ömrüme. Vedasız yaştak yağdı ömrüme. Ömürlük yaradı dertli ömrüme. Niye öğretirsen özünü bana. Vaksız muhabbetin payı bilinmez. Vaksız muhabbetin payı bilinmez. Bu aşkın kışıyla yayı bilinmez. Onsuz da derdimiz hayı bilinmez. Niye öğretirsen özünü bana. Allahsız kıblesiz yeter bu zulüm. Allahsız kıblesiz yeter bu zulüm. Ölüm versen bana bahtsız bir ölüm. Sensiz kalacağımsa ahır bir gün. Niye öğretirsen özülüme. Özünüme. Mənə tərəf baxan yarım gözlərinə qurban olub. Şirin sözlərinin xoş səsinə qurban olub. Mənə tərəf baxan yarım gözlərinə qurban olub. Şirin sözlərinin xoş səsinə qurban olub. Nəyə lazım bu işə naz, gəl dərdimi yazar biraz. Nəyə lazım bu işə naz, gəl dərdimi yazar biraz. Bu qədər ayrılıq olmaz, həsrətinə qurban olub. Bu qədər ayrılıq olmaz, həsrətinə qurban olub.
Həsrətinə qurban olum, bu qədər ayrılıq olmaz. Həsrətinə qurban olum, qurban olum, qurban olum. Həsrətinə qurban olum, qurban olum, qurban olum. Hörmətinə qurban olum, qurban, qurban, qurban olum. Həsrətinə qurban olum, qurban olum, qurban olum. Sənin hörmətinə, həsrətinə qurban olum, ay aman, aman. Ah, ay, aman. Arzu Qarabağlıdan canlı bir ifa. Hə, gəlmişdi. O gəlirsə vəssalam da. Səndə də tez-tez gəlirlər. Ha, nə yadıma düşür? İçində sən oruç tutmusan, Allah orucunu qəbul eləsin. Yəni indi Seymur ilk dəfədir də verilişdə gəlir. Demək çirkinlik çıxmasın, yəni 32 manat almışım olsun. Yəni yeyin. Yəni sizə görə almışam. Yəni şokolatı. Yəni mənim maaşım belə şeyləri. Almasan da belə quru çay içsək də olar. Allah səni var eləsin. Ben əbəs yerə söyləmədim ki, çaya beyirlisən sən də bizim kimi Allah var eləsin. Və təbii ki, bizə yazan tamaşaçılarımız var ki, yazırlar, bilirəm, Elvin söyləyir ki, günün günorta çağıymış. Gülmənin də elə biləm gecədir. Deməli, ad günü olanlar var, yazırlar. Eləcə də görün, bir şey yazıblar, mən bunları bir-bir, indi ilk dəfə də Seymur gəlir deyə xəbərdardır bura gələndə. Bizə yazan tamaşaçılarımız var, yəni 050-291-42-42 telefon nömrəsi ekran vasitəsilə var ki, ora öz SMS-ləri yazırlar. Yazılar, salam Mikail mənim, necəsiz? Qonaqlarınızı salamlayıram. Seymur bəy Şəkinin Oxud kəndindən Nənəm Bahar xanım Seymuru Şəkinin Oxud kəndindən Nənəm Bahar xanım bəyənir və cavanlıq manısı zəhmət olmasa səsləndirə öncədən təşəkkürlər. Gözüm üstə, baş üstə. Var elə bir baxınında səslənəcək. Və salam Mikail müəllim, qonaqlarınızı salamlayıram. Arzu xanımı salamlayıram. Kürdəmir rayonu Axtacı Qarabucaq kəndindən Nağıyev İzzət SMS-i yazan. Salam əziz qardaşım, sizləri də qonaqlarınızı da salamlayıram. Seymur dostumuzu gördüm, sevindim. Sumqayıtdan talihdir yazan təşəkkürlər. Sizə təşəkkürlər ki, yazırsınız. Arzu Qarabağlıya salamlar olsun. Gözəl Gəncəmizin gülü Arzu yazıb ürək. Arzu həm Qarabağındır, həm Gəncənindir. Eləmi? Necə? Sənin fikrin hardadır? Fikrin hardadır? Sən canı, sənin fikrin hardadır? SMS-i düz oxudun? Vallahi düz oxudum. Gəncədən yazıblar. Hə, bilirəm. Mən bütün gəncələri salamlayıram. Doğrudan da Azərbaycanımızın bütün bölgələri gözəldir. Bütün bölgələrə Allahın salamı olsun. Bəli. Sevir də insanlar, Allah var eləsin. Və belə deyək də, Gəncədə də biz heç olmamışıq, bir 20 dəfə toyda olmuşuq. Bəli, Gəncəlilərin o məhəbbəti, sevgisi. Sumqayıtdan yazan, bilmirəm, şəxsi dostluğum var, yoxsa yoxdur, o talih yazan. Var olsunlar. Kimsə sağ olsun. Allah hər kəsi var eləsin və eləcə də Şəkinin Oxud kəndi orada yazmışlar. Var olasınız, gözəl Şəkimiz. Odur ki, elə mahnılarından birini səsləndirir. Aylı cavanlığı elə oxuyaq da. Cavanlıq mahnısı səslənsin tamaşaçılarımızın istəyi ilə. Buyur əzim, səhnə sənin. Cavanlıq ömürlük qalıydı məndə. Nə devlətim, nə də varım oleydi. Düşməzdim dalıncan hər vəfasızın. Əhdindən dönməyən yar
Teşekkürler və bir şey söyleyeyim ki, şehir Gileyli bəylərin de buradan Beyləqana Bəli. salamlar olsun. Beyləqanın Eyvazallar kəndinə salamlar olsun. Düzdür, Gileyli bəylər tibb sahəsində çalışır. Şəxsi də mənim münasibətim var. Elə Eyvazallarda da olmuşam dəfələrlə. Və Gileyli bəylərin ilk dəfə muğam şəklində Respublikanın xalq artisti Könül xanım Xaseyevanın ifasında sözlərini eşitmişdim. Daha sonra Eldar Ələkbərovdan eşitdim və bu Gireyli bəylərin şeirlərini bütünlüklə, külliyyatını əzbər bilirəm mən. Və bu şeiri də bildiyimə görə, bu cavanlıq da belə deyək də, bunu da bir melodiya ilə o qədər vəhdət təşkil edib, o qədər də gözəl ifa eləmsən ki, həqiqətən deyirəm, buna görə sənə təşəkkürlər. Var olasınız. Və Gireyli bəylərin də... Çox sağ olsun ki, yəni özü yığdı, dedi ki, çox əla alınıbdı. Eləmi? Valla, dedi, hansı şeirlərime müraciət eləsən, əgər belə bir mahnı stilində oxusanda, halal xoşun olsun, oxu hamısını. Gireyli bəylərin çox şeirlərini xoş deyirəm, amma bir şeiri var da ki, deyir... Hansı ki, deyir, nigaran baxırsan niyə, sən mənim ömrümə çox gez gəlmisən. And olsun torpağa, and olsun göyə, sən mənim ömrümə çox gez gəlmisən. Gedibdir ömrümün çoxu, neyniyim? Dərdimi gözümdən oxu, neyniyim? Məndə nə günah var axı, neyniyim? Sən mənim ömrümə çox gez gəlmisən. Yoxsa göyərçin tək tordaydın sən, tufanda, boranda, qardaydın sən. Söylə, indiyədək hardaydın sən? Sən mənim ömrümə çox gez gəlmişsən. Sonluğunda, indi biraz o sondan bir bənd yuxarıda bir bəndi də çox yaxşıdır ki, deyir, bahar ilə soyuq qışın fərqi var. Deyəsin, bəndi yadımdan çıxdı, bahar ilə soyuq qışın fərqi var. Kim deyir ki, yoxdur, yaşın fərqi var? Sən mənim ömrümə çox gez gəlmişsən. Necə? Yoxdur, yaşın fərqi yoxdur. Amma yox, Gireyli bəylər bir şeirində də yazır ki, məni bu sevgidə qınayan gözəl, yaşımı neyinirsən, ürəyimə bax. Yaşın nə fərqi var hansı yaşdasan, yaşımı neyinirsən, ürəyimə bax. Hansı yaşda sevsən, ürək bahardır. Fərhad şirin deyib dağları yardı. Sevgisiz bir ömür borandır, qardır. Yaşımı neyinirsən, ürəyimə bax. Siz də reklamlara baxın, qaydırıq reklamlar. Adını koyan bu eşkin deliler tek severler, eşidenler desinler, gör necə də sevirlər. Adını koyan
Təşəkkürlər, təşəkkürlər. Həqiqətən də, necə? Yox, sadəcə olaraq, indi tamaşaçı onsuz da stabil şəkildə eşidir səsi. Sadəcə olaraq, xüsusi bir ruh qatılsın deyə, sağ olsun Rəhim. Mən demişəm Rəhimimizə ki, həm belə deyək, efirə yayımlanan, gedən səs getsin, eyni zamanda da həmin o səsin gürruğunu burada bizə verirlər. Həqiqətən də Bu yenilikdir da, yenilikdir. Hə. O qədər gözəl bu şah qrup, o qədər gözəl, yəni ansambldır. Biz dünən də bir yerdəydik, qardaşlarla elə bir yerdə. Buradan Vüsal Şahbazovu da salamlayıram. Salamlayıram dostumuzu Vüsalı, bəli. Hə, o qədər yəni gözəl, insanların üzündə belə gülüş siması yaranan, təbəssüm olanda adamın da ürəyi açır. Amma gedirsən, ansambl var ki, oturursan, girirsən çayır, hamısı var beləcənə oturur. Onların adı mesela Qaraqabaq ansamblı. Allah'ın da olsun. Hə, Qaraqabaq instrumental ansamblı. Qaraqabaq instrumental ansamblı. Allah sizi var eləsin. Amin. Dostlar, həqiqətən və belə deyək, Seymurun da nə qədər bu ansambl heyətinin üzvünü çox istədiyini mən şahidi olmuşam ki, yəni elə bir kəlməsinə 250 manat o söhbəti. Bəli, bir kəlməyə yəni artıq danışdınız siz o məsələni, avtomobillə bağlı məsələni, yəni 250 ki, yəni o qədər geniş bir avtomobildir ki, elə orada da yaşayacaq bizim Fərahim. Danışıq o cür olub. Dəyərli qonaqlarımızdan bir, deməli, reklam fasiləsində danışıram, deyirəm ki, həmişə Ülviyə yarım saat öncə gəlib. Hə, amma bilirəm, tıxac var, bilirəm, şəhərdən xəbərdaram. Xəbərdar olduğuma görə də bugün Sulduz İmanlı yanına çatdıra bilmədim. Belə, az sonra saz haqqında danışarıq. Ülviyə çünki şahidi olub və şokda olub. Və istəyirəm ki, öz manisi ilə gəlsin, bizlərlə bərabərdir. Ülviyə Namazova, xoş gəlib, səfa gətirib. Gəl Ülviyə, gəl. Yollarını gözləyirəm, intizarım var. Bəlkə də heç gəlməyəcəksən, qərarın var. Səndə mənim bəxtsizmişam, bəxt üzüyüm var. Mən də sənin bircə şəkil yadigarın var. Yollarını gözləyirəm, intizarım var. Bəlkə də heç gəlməyəcəksən, qərarın var. Səndə mənim bəxtsizmişam, bəxt
Aşıkla yarın yolları ayrıldığı günden, aşıkla yarın yolları ayrıldığı günden. Zənneyle qopup bəxt üzündən qaşı getdi, zənneyle qopup bəxt üzündən qaşı getdi. Bədbəxtin aşık ki könül sirdaşı getdi, ömrün nədir mənası ömür yoldaşı getdi. Bədbəxti o aşık ki könül sirdaşı getdi, ömrün nədir mənası ömür yoldaşı getdi. Ülviyə Namazova nəhayət gəldi, çıxdı. Xoş gəlmisən, səfa gətirmisən və sənət yoldaşları ilə görüşür. Hə, elə yan-yana, yanaşı elə əyləşin. Seymuru çox istəyirsən, bilindi. Süngərli Mən də mikrofonu. oxuyacam o mahnını. Necə Seymur, necə? Deyirəm o mahnını mən də oxuyacam. Bu mahnını. Hə, bu Bəli. deyir mənimdir, mən də deyirəm mənimdir. Hə, nə olar ki, dost arasında mahnı bölünə bilər də. Nə olar Xoş ki, gəldin. Çox sağ ol Mikail. Bütün izləyiciləri, bütün izləyənləri salamlayıram və qarşıdan gələn hər kəsin Novruz bayramını təbrik edirəm. Bol-bol ruz arzulayıram. Qonaqlar da ki, maşallah, mükəmməl. Seymur deyir ki, o mənimdir, mən deyirəm ki, o mənimdir, qaqa. Qaqa. Aha, o mənimdir. Qaqa o mənimdir. Ülviyə hər şey gözəldir bilirəm, yaxşıdır. Üzürlü sayın, tıxac idi. Həm də Aydındır, aydındır. Bayram çəkilişindəydik, ona görə biraz gecikdik, üzürlü sən. Amma Bilirsən ki, mən yəni belə gecikmirəm. deyək də, sən heç vaxt Heç gecikməmsən. vaxt, yəni, İllərdir mən səni evet. dəvət edirəm. Eləcə də arzumuz da və ilk dəfə də Seymur mənim qonağımdır. heç vaxt gecikməmişəm. Yox. Sən niyə bu abırdasan? İndi bir şey deyim də, yəni sən azı bilirsən, bir şey deyim arzu. Deməli, gedirik Rusiyaya, toya gedirik, Dağıstana gedirik. Bilir ki, neçə gün yatmamışam, yəni sənin gördüyün Sutka yarım. gün, yox. Hə, bir yerdə 2 gündən çox. 2 gündən çox, yəni saçım pozulmasın Haqqı deyə, da toya oradaydı. gedirəm amma saçım pozulmasın deyə yatmıram ki, yatsam pozulacaq, onunla da gedəcək də. Və gəldi elə təyyarə, hələ deyirəm ki, amanın günüdür. Ülviyə də papaq taxıb. Belə papağı var əlində. Birdən oturan yerdə hələ ağzımda bir qura söz demişəm. Belə deyə. Hə, belə elə deyə. Mikail, ala bu papağı hələlik qoy, başıma düşəndə verərsən. Ay, düşəndə verərsən, papağı top keçirtdi mənim bax. Təzyiq 200. Bilmə, caq Deməli, Mikailin də saçları buruq-buruqdur da, belə buruq. Yox, bir də gördüm, bilmədi, neynəsin belə deyir. Bilmədim. Dedim, elə əsəbləşdim, vuracaq da bu dəqiqə. Ülviyə ilə yol yoldaşı olmuşam, Arzu ilə də yol yoldaşı olmuşam. Təyyarədən qorxu, de, hər şey de. Hər şey. Onda təyyarədən qorxurdun sən. Dəyişməyib heç Deməli, nə. oturmuşuq, dəyişməyib. Yox. Deməli, bir təyyarə belə qalxıb, bir də gördüm ki, Mikail belə qalxıb. Deyirəm, nə olubdu? Deyir ki, mən qorxuram. Təyyarə qalxıb Özdə ən maraqlısı da reisinə odur ki, düşənə qədər, yoluna yox, düşənə ən qədər maraqlısı da bu o adam deyil. belə qalxıb. Doğrudan düz deyirlər, atalar sözləri, hər söz bir müdrikdir də, müdrikyanə söylənilib. O deyir, boğulan saman çöpündən əl atan kimi, mən də təyyarənin içində boşluğa düşən kimi əlimi belə o tərəf atırım, güya ki, o mənə kömək eləyəcək də. Mikailin, mikrofon yoxdur məndə. De. Mikailin Mən şeyim. sirrini açım. Mikail evdən çıxanda, evdə yəni hər şeyi deyir. Buradan borcum var, buna borcum var, ya mənə borcum var. Təyyarə ilə gedəndə pulum nə deyirəm qədər, aslında. hər şeyi necə deyirlər, elə bir Məlumatlandırıram ki, vəsiyyət eləyir. vəsiyyət eləyirəm. Və Ülviyə gəlmədən öncə Gül Əhməd 047 avtoservis haqqında söylədim, bizim sponsorlarımızda biri. Mən istəyərdim ki, Ülviyə də bəhrələnsin oradan, bəli, digər bir verişdə danışmışıq biz bu haqda. İnşallah Qaradağda yerləşir. Qaradağda, Sahil qəsəbəsində və sponsorlarımıza mən dərin təşəkkürlərimi bildirmək istəyirəm. Sponsorlarımızdan Yovşan Klinikasıdır ki, bilirsiniz ki, Yovşan Klinikası Cənubumuzun tam mərkəzində Biləsuvar şəhəri Heydər Əliyev prospekti 333 ünvanında yerləşir və orada bilirsiniz ki, Yovşan Klinikasında müasir tibbi avadanlıqları var. Eyni zamanda müasir tibbi avadanlıqlardan yetərincə məlumatda olan peşəkar həkimlərlə Yovşan Klinikası sizin xidmətinizdədir. Mən Mikailin adından yaxınlaşanlara da xüsusi endirim olacaq. Təbii ki, insanı yaşayırıqsa sağlamlığımızın qarşısına da mütəşəkkirlə qalmalıyıq. Odur ki, əlaqə saxlayın sizdə Yovşan Klinikası ilə. Bəli, Yovşan sağlam yaşamdır. Digər təşəkkürüm Digital Home-adır. Digital Home mağazalarında mükəmməl endirimlər var Novruz bayramına özəl olaraq və təkcə İsmaili sakinlərində deyil, Ağdaşda da var, eləcə də Ləkidə də var, digər bölgələrimizdə, Azərbaycanın müxtəlif bölgələrində, Sabirabadda da, Şəkidə də var ki, hər biriniz bəhrələnə bilərsiniz Digital Home mağazalarından.
Bəli, və eyni zamanda 047-dən söhbət gedirsə, mükəmməl brend yağlardan istifadə olunur ki, Güləhmət dostumuz biraz bundan öncə məlumat verdi. İstəyərdim ki, bir daha məlumat versin ki, Novruz bayramına özəl olaraq endirimlər nədir? Biraz nəfəs al. Qardaş, nətərsən nə var nə yox? Necə sən nə var, nə yox? Qoy bircə kəlmə danışdın. Sən nə deyirsən? Getdim gördüm bir dərdə bir bəlbər. Efendim zülmünə yandır, bu nəsə dövr zamandakı yəni bəhrə təbil kimi. Buyur. Yağ alana, yağ filtri, hava filtri, yanacaq filtri bizdən hədiyyə. Üstəlik bir də motorun yuyulması da. Bir dənə də maşın. Yox, Maşın təkərləri. İlhama xanım idi də, dedi ki, bizim İlhama xanım dedi ki, bir dənə o qalıb şeylə avtomobil hədiyyə versin. Çünki belə deyək, sərf eləyir, müştərilərin hər birinə sərf eləyir. Təşəkkürlər 047 və əlaqə saxlamaq üçün 055 995 1046 nömrəsi aktivdir. Əlaqə saxlaya bilərsiniz Güləhmət dostumuzla. Və bizə yazan tamaşaçılarımız var ki, o tamaşaçılardan mən istəyirəm, o ad günü olanlar da var. Bizim Kamranımız bir SMS yazıb mənə ki, o SMS nədir? Yazırlar ki, İlham bəyin, bunu Kamranın adına söyləyirəm, İlham bəyin və oğlu Fikrətin ad günüdür. Fikrət rəhmətli babasının adını daşıyır, torpağı sən yaşasın və bir yaşı tamam olur, ilk yaşıdır. Onun nənələri və babası başda olmaqla bütün ailə üzvləri təbrik edir. Bəli, dayıoğlu İlhamı da buradan salamlayırıq. Qəlbi təbrik də məndə var, olar mı elə? Mütləq şəkildə olsun, olsun. Bizim dostumuz Bahar xanım Lətif qızının prodüseri Vəfa xanımın da ad günüdür. Sonra bəli, sonra Balkan bəy var bizim dostumuz. Balkanı da təbrik edirik. Təbrik edirəm. Yadımdan çıxmışdı. Təbii ki, biz də. Allah, təbrik edirik. Biz də təbriklərə qoşuluruq və yazan tamaşaçılarımızdan belə deyək, Elvin hansı SMS idi bilmirəm, sən onu belə deyək, yazmışsan, göndərmişsən. Çox SMS-lər var ki, aha yazırlar, salam əziz qardaş, necəsən? Oğlanın adı Ağadır. Hərbi xidmətdən qayıdıb, atası Vüsal müəllim, anası Dürdanə xanım təbrik edir və bu təbrik müğənni İsmail dostumuzun adından ünvanlanır. Çox təbriklərimiz var və eyni zamanda yazırlar ki, çox sağ olun Seymur bəy, nənəm durub oynadı ürəyinə, əlini ürəyinə qoyur. Nə vaxt gəlsə Şəkiyə qonaq olsun bizə Seymur bəy deyir. Allah ömür versin, Allah can sağ olun. Salam, hər vaxtınız xeyir olsun. Mikail bəy, Şirvandan sizi və qonaqlarını salamlayıram. Arzu xanımın canlı ifasını eşitdik, çox xoş oldu. Xahiş edirəm, səsləndirin yazıblar. Çox SMS-lər var, amma belə deyək, o xüsusi ad günləri olanlar var ki, yazsınlar, mən təbrik eləyəcəm. Mütləq nəzər getirdim, Türkiyədən də yazıblar. Türkiyədən Yozqat vilayətindən bir təbrikimiz var, az sonra səsləndirəcəm. Amma istəyirəm ki, mən də bir daha öz adımdan, mənim illərlə tanıdığım, çox hörmət etdiyim, əzizim, ürəyim, Vəfanı təbrik eləyəm. Vəfa təkcə Bahar Lətif qızının prodüseri deyil, Vəfa onun sağ əlidir, Vəfa onun ruh yoldaşıdır. Ekran vasitəsilə həm Bahar Lətif qızını salamlayıram, eyni zamanda Vəfa, əzizim, səni öpürəm, bağrıma basıram, mənim illərimin dostu. Təbii ki, Ülviyə də təbrik elədi, qonaqlarımızın hər biri də bu təbrikə qoşuldular. Mən də təbrik edirəm Vəfanı. Allah onun bir qızı var, Allah onu xoşbəxt Allah etsin. Onun toyunu bizlərə göstərsin inşallah. İnşallah, Təbrik edirəm mütləq Vəfam, şəkildə. xoşbəxt ol, ömrün uzun olsun, sağlıqlı bir ömür arzu edirəm sənə, gözəl bacım mənim. Amin deyirik, qoşuluruq bu təbriklərə və bütün ad günü olanların şərəfinə bir-birinə gözəl mahnılar səslənir ki, o mahnılardan yenə biri Seymur dostumuzdan səslənəcək. Buyursun Seymur. Dünya var dünyamda, görürəm rüyamda. Mən onun olmasam da o mənimdir. Qəlbimdə var izlər, hanı o bal sözlər. Gözlərim onu gözlər, o mənimdir. Gözlərim onu gözlər, o mənimdir. Ruhum arxanca gedir, səni hey təqib edir. Demə bu kölgə nədir, o mənimdir. Saxlamazlar gedəni, eşidirsənmi məni? Bir ürək sevsə sən
olmayağı qeyri kəsin. Məni gördükdə desin, o mənimdir. Məni gördükdə desin, o mənimdir. Ruhum arxanca gedir, səni hey təqib edir. Demə bu kölgələdir, o mənimdir. Saxlamazlar gedəni, eşidirsənmi məni? Bir ürək sevsə səni, o mənimdir. Bir ürək sevsə səni, o mənimdir. Ruhum arxanca gedir, səni hey təqib edir. Demə bu kölgələdir, o mənimdir. Saxlamazlar gedəni, eşidirsənmi məni? Bir ürək sevsə səni, o mənimdir. Bir ürək sevsə səni, o mənimdir. Təşəkkürlər. O mənimdir. Yəni bunu deyirdi. Yox, mikrofona danış. Ülviyə, mikrofona danış. Süngərli mikrofon. Vallahi elə də paxıl adam deyiləm. Amma elə də, yəni elə də. Elə də paxıl adam deyiləm, yoxsa ümumiyyətlə paxıl adam deyil. Paxıl adam deyiləm, var burada, hə. Var, nə deyirəm Ülviyə ki, yeni sən gəlmişsən yoxdursan, deyə, mən yoxdum. səndə yaxın mikrofonu hələ ki yoxdur. Odur ki, elə əllə danış. Əl mikrofonu ilə danış. Mən, belə deyək, çox uğurlar var ki, o uğurlara sevinən valideynlər görmüşəm. Amma, belə deyək, bir neçə il bundan öncə Arzuya zəng elədim ki, təbrik edeyim. Evladı, o bir gözəl balası, Ruzimiz universitetə daxil olmuşdu. Özü çox yüksək balla danışa bilmədi. Arzu məndən danışa bilmədi. O qədər kövrəlmişdi ki, belə deyək, sevincdən. Amma yenə kövrəlmə. Niyə? Çünki yenə səni təbrik eləmək istəyirəm. Bilirəm ki, sən o gözəl bala, maşallah olsun. Allah bütün valideynləri o cür balalarla sevindirsin. Həqiqətən deyirəm, fərasətli, gözəl qızımız bir illik təhsil qazanıb Rumıniyadan. Bəli, Ruzimiz. Mən təbrik edirəm, Ruzi. Allah sənin zeyninə qüvvət versin. Sən layiqli evladsan, atanın, ananın bir balasısan və belə deyək, adətən bir evlad olanda, o ki, üstündə istər-istəməz valideyn əsir, o evlad ərköyün böyüyür. O evlad belə də, yəni məndən yoxdur, bacı yox, qardaş yox, bir nəfər mənəm, atanın da qayğısı var, ananın da qayğısı var, nə istəyirəmsə yerindədir. Nə istəyib yerində eləyiblər. Amma buna baxmayaraq, bu evlad layiqli evlad olub ki, çox yüksək bir balla Azərbaycanın sayılıb seçilən universitetlərindən birinə daxil olub. Maşallah olsun. Adada, bəli, Adada təhsil alır. Özdə fakültəsi hansıdır, ixtisası? Dövlət və ictimai münasibətlərdir. Maşallah. Çox sağ ol, əmisi, çox sağ ol. Yəni mən doğmalıq var, doğrudan da sən onun üçün bir dayısan, bir əmisən. Var ol. O bir dənə Nəsiminə qismət olsun, qızlarına qismət olsun, doğrudan. Bütün balalarımıza qismət olsun. Yəni mən də elə təbrik edirəm Rüzgarımı. Doğrudan da bu valideyn üçün, ana üçün, yəni bilirsən nə deməkdir? Yəni bundan o tərəfə bir şey yoxdur. Bəli. Yəni ondan böyük sevinç ola bilməz. Və Rüzgarla da bahəm eyni zamanda da bizim bir Fatimə balamız da var. Onlar çox arzuluyurdular ki, xaricdə təhsili birlikdə getsinlər. Bərabər olsunlar. Deməli 4 dənə dövlət yazmışlar, şəhər yazmışlar. Amerika, İtaliya, İsveçrə və Rumıniya. Ancaq ikisi də arzuluyurdular ki, bir yerə düşsünlər də. Yəni ayrı-ayrı da düşə bilərdilər. Gör, bunları Allah necə istəyir ki, Allah necə sevir ki, ikisini də bir arada Rumıniya şəhərinə inşallah yoluşacaq. İnşallah. Amin, cəmi balalara qismət olsun. Bəli. Onun balası gözəl andan datsın inşallah. Olmayanlara da o gözəl balalardan qismət olsun. İnşallah üzümüzə gələn illərdə, yəni bu yay onsuz da Gül Əhmədin toyunu eləyəcəyik. Bütün sənət nümayəndələri ilə bərabər. Gül Əhməd də evin bir oğludur ya. Yəni ki, birisi də o toy necə keçəcək. Maşallah, Seymura qismət olsun inşallah. Və Fərahim də ki, bu il söz verib də. Hə, Maqad, bilmirəm, sən bu il belə deyək. Amma Fərahim... Talih də subaydır. Talih sənə qismət olsun inşallah. 25. Və subaylar komandası burada. İstəyirəm ki, bu cür gözəl arzulardan diləklər... Nə olub, Ülviyə, sən digər qonaqlara psixi təsir göstərirsən. Buyur. Valla bu məndən belə danışır. Deyirəm, 20 yaşım var, 25 yaşım var. Deyirəm ki, hələ uşaqdır da tezdir. Deyirəm, sən qocalmışsan, mən neyiniyim? 25 yaşım. Yox da yox, evlənmək üçün 27, 28. Mən deyirəm, daha gözəl. Ən idealdır, ən idealı 25. Özün neçə yaşında evlənmişsin?
Mən gec 29. Ay su, ben necə mat uşaq baxdım. Yox, yəni deyir arzu eləyirəm də. Hə. Arzu eləyirəm, mən sənin valideynlərini salamlayıram Arzular və bizim biz elə görüntü şəkli ilə belə deyək də, hələ ki bir canlı olaraq deyir, görüntüdə atanı gördüm mən. Belə bir söz var bizlərdə deyir, insan kimi insanda. Həqiqətən deyirəm o ünsiyyət saxlama. Adı necədir atanın? Elşən. Elşən, mən sənin atanı salamlayıram, Elşən bəyi salamlayıram və tam əminəm ki, bizə tamaşa eləyir. Allah sizləri var eləsin ki, Seymur kimi bir evlad ərsəyə gətirmişsiniz və Seymurun təkcə belə deyək, ekran vasitəsilə göründüyü kimi yox da, ekrandan kənarda da dost kimi dostdur, qardaş kimi qardaşdır. Bizim münasibətdə mən onu ən azı hiss elədim. Və həm ruzimizin şərəfinə, həm gözəl tamaşaçılarımızın şərəfinə elə gözəl bir ifa Arzu Qarabağlıdan gəlsin. Gəl, gəl. Necə istəyirsən? Sevincim üzümde gülen kadına, her gece sevgiden yazan kadına, belki de inanmaz bir kimse mene. Kaş bilseniz ben nece hoşbəxt kadına. Yaşamaz her kadın belə sevgini, yaşatmaz her aşık sevgi hissini. Emanet olunub Allah'tan size, koruyun kadının sevin qəlbini. Ben xoşbəxt kadınam, bilirsiniz niye? Sevgisini bəxşedən bir var diye. Dillen deyilmezdi, gözlen görülmez. Həsrət edim yaman belə sevgiye. Ben xoşbəxt kadınam, bilirsiniz niye? Sevgisini bəxşedən biri var diye. Dillə deyilmezdi, gözlen görülmezdi. Həsrət edim yaman belə sevgiye. Ömrüme günüme gelen zamandan seninle bilmişem sevginin adı. Varlığın güç verir mənə gün be gün. Sevginle yaşayır daha bu kadın. Yaşamaz her kadın belə sevgini, yaşatmaz her aşık sevgi hissini. Emanet olunub Allah'tan size, koruyun kadının sevin qəlbini. Ben xoşbəxt kadınam, bilirsiniz niye? Sevgisini bəxşedən biri var diye. Dillen deyilmezdi, gözlen görülmez. Həsrət edim yaman belə sevgiye. Ben xoşbəxt kadınam, bilirsiniz niye? Sevgisini bəxşedən biri var diye. Dillə deyilmezdi, gözler görülmezdi. Həsrət edim yaman belə sevgiye. Təşəkkürlər, təşəkkürlər. Arzu Qarabağlıdan gözəl biri və özdə yerinə düşdü. Mən xoşbəxt qadınam. Xoşbəxtçilik də odur ki, evladından biraz bundan öncə danışdıq ki, və o da ən böyük xoşbəxtçilikdir də. Bir ana, bir ata evladından yarısın. Bəli. Allah Buyur əzim. Elə mən də Arzu xanımı təbrik edirəm. Uğurları bol olsun övladının. İnşallah bu il mən də övladım tərəfdən inşallah mən də sevinərəm. Bugün bu il 11 sınıfı bitirir artıq. Ay Birinci maşallah. imtahan oldu, blok imtahanı qalıb. İnşallah mən də sevinərəm sizin kimi.
İnşallah daxil olar. Deyirəm, illər necə keçir. Tez keçir artıq onu. İllər necə keçir. Yadımdadır mənim, hələ mən Space televiziyasında olanda, belə deyək, bir dəfə də belə həmsöhbət oldu, biz danışdıq. Onda elə elə bil ki, dünən idi ya. İllər tez keçir. İllər keçir, odur ki, bir-birimizin qədrini bilək. Can deyək, can eşidək, bir-birimizin xətrinə dəyməyək. Valla, belə deyək də, ömür hər zaman vəfa eləmir. Bir də baxırsan ki, artıq bir il üst-üstə, bir də görürsən, illər keçib. Məsələn, mən birdən baxıram ki, elə bilirəm, dünən universiteti bitirmişəm. Amma sonradan fikirləşirəm ki, ilahi, baxırsan ki, görünmür. Vüsal kimi eynəklə baxmıram, mən belə baxıram. Reklamlara da baxaq, reklamlardan dərhal sonra yenə qaydırıq. Reklamlar. İlk sevgi kalbimde ebedi kaldı. Çılgın gençliğimi elimden aldı. Ümidim yarpaktay soldu saraldı. Bir daha kapına gelen değilim. Ümidim yarpaktay soldu saraldı. Bir daha kapına gelen değilim. Ay bir daha kapına gelen değilim. Seninle bilirdim sensiz ölemem. Sevgimin hatırına ölen değilim. Ele kırmızan ki yüreğimi sen, akan göz yaşını silen değilim. Ele kırmızan ki yüreğimi sen, bir daha kapına gelen değilim. Ay bir daha kapına gelen değilim. Tenhanın sözünü yadında sakla. Ömrün
yaşını silen değilim. Yüreğin ne kadar isteyir ağla, akan göz yaşını silen değilim. Ay bir daha kapına gelen değilim. Seni bilirdin sensiz elere, sevgimin katrine ölen değilim. Ele kırmızsan ki yüreğimi sen, bir daha yüzüne gülen değilim. Ele kırmızsan ki yüreğimi sen, bir daha kapına gelen değilim. Ay bir daha kapına gelen değilim. Akan göz yaşını silen değilim. Bir daha kapına gelen değilim. Daha mən bundan sonra bu eynəyi nə eynirəm? Çox gözəl ifa eləmişsin. Ötən dəfə mən sənə söylədim, həqiqətən deyirəm. Və o qədər adam gedir də gəlmir. Mən buradan salamlayıram gözəl sənətkar xanım, Könül xanım Kərimovanı. Onun repertuarından da Bəli, Cabbar Respublikamızın Musayev əməkdar bəstəsi. artisti Könül Kərimova. Çox gözəl mahnıdır. İllər öncə çox sevirdim bu mahnını. Dedim ki, oxuyum, icazəsini aldım. Sağ olsun, təşəkkür edirəm. Var olsunlar. Və Zahid. baxın, bizim... Allah rəhmət eləsin Zahid. Bəli, Zahid Sabirabad. Sabirabad. Nə xoşbəxtəm ki, bax, o cür sənətkarlarla mən verilişlərdə də həm söhbət olmuşam, həm nəfəs olmuşam. Zahid Sabirabad həqiqətən, belə deyək, bizim qulaq yaddaşımızda olan elə gözəl ifalar var ki, istər Xumar xanımın mahnılarında, istər yəni Nasbəri xanımın mahnılarında və indi sən ifa elədiyin, yəni bir çox mahnılarda Zahid Sabirabad imzası var. Həqiqətən də bir möhürdür, Allah o dünyasını versin, Allah rəhmət eləsin, bizim yaddaşımızdadır və sən də həqiqətən o qədər gözəl ifa eləmişsən bu mahnını, avazına qüvvət. Təbii ki, bugün hər bir qonağımızdan gözəl ifalar gözləyirlər bizim tamaşaçılarımız. Seymurumuzdan da bir çox mahnılar var ki, artıq bir neçə mahnısı səsləndi və mən bir daha təşəkkürümü bildirirəm bizə yazan tamaşaçılarımıza. Baxıram, yəni reklamda da göz gəzdirdim SMS-lərə. Zaten Arzu Qarabağlı hər zaman olanda ona ünvanlanan o xoş sözlər. Bir şey də deyim, daha sonra Seymurun növbəti bir ifasını eşidəcəyik. Elə qonaqlar var ki, bax, o qonaqlar sırasındadır Arzu Qarabağlı. Seymur ilk dəfədir gəlib və baxıram Seymura da yazılanları. Eləcə də Ülviyəmizdən. Bax, bu cür qonaqlar gələndə mən bir negativ rəy görmürəm də. İstər, bax, dünən anonsları da mən belə deyək, həm durumumda, həm Instagram səhifəmdə də, TikTok səhifəsində də paylaşım eləmişdim. Bir axşam saatları idi, baxıram. O yazılan rəylərə baxıram ki, birində bir negativ söz yoxdur. Həqiqətən deyirəm ki, bu da tamaşacı sevgisi ki, sizin hər birinizə. Amma istisnalarla danışıram. Hərdən elə olur ki, bir anons paylaşıram, sonradan həmin anonsu silirəm.
baxıram, görürəm ki, valla, belə deyək də, istəyirsən gecə gündüz ekranda ol. Tamaşaçı sevgisi qazanmamısan da. Mən təbii ki, istisnalarla danışıram. Baxıram ki, nələr yazırlar, şəxsi həyatından belə yazırlar. Yəni, mən çox şadam ki, dəvət etdiyim qonaqlarımın demək olar ki, əksəriyyəti haqqında xoş sözlər yazırsınız tamaşaçılarımız. Buna görə minnətdaram sizin hər birinizə. Biz də sənə təşəkkür edirik. Çox sağ ol deyirik ki, və hər zaman bizi sevirsən, seçirsən, sayırsan, dəvət edirsən, var olasan. Ancaq orada bir şey deyirsən ki, baxıram, orada mənfi bir rəy yoxdur da. Amma mən bir şey deyim, o təbiidir. Bir müğənnini hər kəs, hamı məcbur deyil ki, sevsin. Yəni, təbii ki, sevməyən də var. Yox, indi ona eyham vurmuram. Sadəcə söyləmək istəyirəm ki, mənim verilişimə baxan tamaşasını deyirəm ki, məndən nə gözləyirlər. Baxın, heç bir 10 dəqiqə idi, Seymur yəni 10 dəqiqə idi də əyləşmişdi. Şəkinin Oxud kəndi, mən heç Şəkinin belə deyək, özündə olmuşam, kəndlərində olmamışam. Amma Şəkinin bir kəndindən, Oxud kəndindən bir anamız öz ürək sözlərini nəvəsi vasitəsilə yazıb mənim qonağıma bildirirsə, mən buna görə yalnız təşəkkürümü bildirə bilərəm. Bu sevgidir, bəli. Doğrudan bu sevgidir. Ona görə də biz hər zaman xalqın sevgisinin qarşısında baş əyirik. Və onun qədrini bilməliyik, bilməyə də çalışmalıyıq və borcumuzdur. Var olasınız hər biriniz. Seymurumuzdan gözəl bir ifa ilə davam edirik. Seymur, buyur, növbəti bir ifa səndən səslənəcək. Mahnı təqdim eləmisənmi? Kimsəsizdir ümidlər axtarır, kimisə ağlıya ağlıya. Xəyallarım qalıb, hər şeyi qismətə bağlıya bağlıya. Nə baş verir axı həyatımda, niyə heç nəyi anlamıram. Bəlkə də səhl edirəm səni ürəkdə saxlıya saxlıya. İmkansız etdi mənim ona olan eşqimi, eşqimi, eşqimi. Sındırdı hər dəfə özü də bilmədən qəlbimi, qəlbimi, qəlbimi. Bu sevən ürəyim bir daha sevməz heç kimi, heç kimi, heç kimi. Özümü məhv etdim, bilmədim qədrimi, qədrimi, qədrimi. İmkansız etdi mənim ona olan eşqimi, eşqimi, eşqimi. Sındırdı hər dəfə özü də bilmədən qəlbimi, qəlbimi, qəlbimi. Bu sevən ürəyim bir daha sevməz heç kimi, heç kimi, heç kimi. Özümü məhv etdim, bilmədim qədrimi, qədrimi, qədrimi. Təşəkkürlər. Seymurdan populyar olan mahnılarından biri səsləndi və vaxtımız var. Bu vaxt varsa, yəni canlı bir ifa ilə istəyirəm davam eləyək. Arzu Qarabağlının canlı ifası ilə 4 dəqiqə vaxtımız var. Gəlin belə eləyək. Bir canlı ifa ilə davam eləyək. 4 dəqiqə vaxtımız var reklamlara qədər. Buyurun dostlarımız, şah dostlarım, buyurun. Ağlamaq nə, gülmək nədir?
Gəncləşib yaşad olmağı sən yox ikən var olmağı. Gəncləşib yaşad olmağı sən yox ikən var olmağı. Kəbəyə səfar olmağı. Kəbəyə səfar olmağı sevməsən hardan biləsən? Yara dərman, yaralar, yara dərman. Elə yara vurmusan ay zalım, götürmür yara dərman. Yara məni, yara məni, yara məni. Yara məni, yəni yenicidir yara məni. Həsrətinə dözəmirəm ay Allah. Həsrətinə dözəmirəm. Göndərin yarama. Aman, aman, aman. Aman, sənlər istəyirdin, nələr itirdin. Qorxma kül olmaqdan, yanı məhəbbətim. Sənlər istəyirdin, nələr itirdin. Qorxma kül olmaqdan, yanı məhəbbətim. Gör mənim başıma nələr gətirdi. Gör mənim başıma nələr gətirdin. Sıxma ürəyimi, ürəyi cəhənnəm. Axı sən oradasan, sən sıxılarsan. Ay ilk məhəbbətim, son məhəbbətim. Gəl ilk məhəbbətim, son məhəbbətim. Ay ilk məhəbbətim, son məhəbbətim. Gəl ilk məhəbbətim, son məhəbbətim. Arzu Qarabağlıdan canlı ifa yenə təqdim olundu. Minnətdarıq və bu sözlər də Seyran Səxavətə aiddir. Sıxma ürəyimi, ürək cəhənnəm. Axı sən oradasan, sən sıxılarsan və kimsə sıxılmasın, kimsə də kimisə sıxmasın. Yenə bir-birimizə can deyək, can eşidək, sevgi ilə yaşayaq. Sevgi ilə də reklamlara ayrılırıq. Reklamlardan dərhal sonra yenə 5 gün Mikail'la proqramındayıq. Reklamlar. Bəli, kısa reklam fasiləsindən sonra yenə buradayıq. Mən təşəkkürlərimi bildirmək istəyirəm. 047 avtoservisinin sahibi, bizim verilişin sponsoru və eyni zamanda dəyərli dostumuz Gül Əhməd dostumuza bugün bizlərlə bərabər oldu. Ülviyə, təşəkkürlər bugün gəldiyin üçün. Bəli, mən də Fadan danışıram. Təşəkkürlərimi Fadan bildirmək istəyirəm. Elə sən də Fadan ifa eləyərsən. Seymur, var ol əzim. Mən tam əminəm ki, tez-tez görüşəcəyik inşallah. Sağ ol əzim. Sən dəyərli qardaşsan. Eşq olsun, qarşılıqlıdır. Arzu da ki, mənim dəyərli dostumdur. Var olun, təşəkkürümü bildirirəm. Ülviyə Namazovanın şah dostlarımla bərabər canlı ifası. Bala ceyran nə gəzirsən, dağı dolan adam.